Değerli mədənlərim, değerli soydaşlarım, əsl deməli xəbərlərlə gəlirəm. Bakıda cihad elan edildi. Baxın ay millət, bax bu qabil, dedi ha, hakimiyyətin axırı çatanda sərvət davası çıxacaq. Bir-birini dedim ha. Bax, bugün o gündür. İlham Əliyev ailəsində dalaşma, silahlı atışma, Qod Nissanov və Hacı Qalib arasında qırğın, Hacı Qalibin cihad elan eləməsi, hamısı sübutlarla, faktlarla qoyacağım efirə. Değerli vətənlər, değerli soydaşlarım. Deməli, ilk öncə burada bir-bir başlayaq da xəbərlərimizi bir-bir verək. Mən də bir də xahiş edirəm burada o videoları kəsən qardaşlara xahiş edirəm. Kəsib mənə də atın. Mən də paylaşım da bir kanalım var orada. Bir kanalım var orada paylaşım artıq sabahdan 1000 abunəyə az qalıbdı. Qabil Media kanalı 1000 abunəyə az qalıbdı. Yəni orada mən də danışım da. Canlı. Birisi o ilə kanaldır ki, o ilə kanaldır. Məlumat aldım eləmi, nə meşədə, dağda, işdə, sırası, sırası canlını vururam, çıxıram efirə. Yəni bu ona görə kiçik həcmli yayımlar üçündür o kanal. Və değerli vətənlərim, değerli soydaşlarım, deməli, birinci məlumatımı çatdırıram. Bildiyiniz kimi Mehriban Əliyeva tələm-tələsik qızını, oğlunu və bu hocanı, həkimi götürərək təcili məscidə girdi və hamı da yayımladı ki, bəs deməzsinizmi Heydər Əliyev ona görə Allahdan ümid kəsilib və gətiriblər bunu məscidə. Azərbaycandakı məscidlərdən, Allaha yaxın olan məscidlərdən, dünyanın digər yerlərində elə məscidlər var, Allaha daha yaxın yerdir, daha yaxın məsciddir. Yaxşı, burada sual ortaya çıxır. Balaca Heydər, baxın, sifəti yoxdur, bax. Maşallah kimidir. Yanında niyə arvadı yoxdur Balaca Heydərin? Niyə yanında arvadı yoxdur Balaca Heydərin? Balaca Heydərin yanında, mən səhv eləmirəmsə, arzudur, arzu. Niyə? Niyə? Bax, burada niyə? Birinci, Balaca Heydər kimidir? İkinci, Balaca Heydərin niyə arvadı yanında yoxdur? Niyə bacısı yanındadır? Üçüncüsü, Mehriban Əliyeva nə oldu da aparardı Qüdsə, Əl-Aqsaya, nə bilim, cürbəcür dünyanın məscidləri var ki, ən belə dəyərli, ən o ziyarətgahlar var. Niyə orada yox məscid gətirdi Azərbaycanda? Niyə? Türkiyədə məscid mi yox idi? Türkiyədə pirlər mi yox idi gedib orada yalvarmağa? Bəli, o da var. Amma əsas məsələ nədir? Mehriban Əliyeva xanım həkimə ziyarətinə getməsinin əsl səbəbi nədir? Əsl səbəbi, mən hakimiyyətin ən dərin yerlərindən yoxladım bunu. Bura getmələrinin səbəbi Qabil Türkoğludur. Məhz mənəm. Çünki gecə günüz burada barbar bağırdım ki, şiyələrə hücumlar olur, vahabilərə dəstək verirlər, vahabiləri şiyələrin üstünə salmağa çalışırlar. İlham Əliyevin oğlu vahabidir. Şiyələrə təsir edilir və İlham Əliyevin oğlu vahabidir. Dərhal Mehriban Əliyeva oğlunu gətirdi, soxdu. Şiyələrin əsas məscidi sayılan xanım həkimə məscidinə soxdu, şiyələrin məscidinə ki. Yəni, bax, mənim oğlum şiyə məscidindədir, biz şiyə məscidindəyik, biz şiyələrə dəyər veririk. Deməli, o mesajı verir ki, mən şiyəyəm, şiyə tərəfdarıyam, oğlum da şiyədir, o vahabi deyil. Hacı,
Vahabi təriqəti 300 ildir yaranıb. 300 ildir yaranıb. Niyə o təriqət hamı düşmən kimi baxır? Onların rəhbəri 1792-ci ildə, yəni uzun tarix deyil, Şamiyandan 90 neçə yaş balaca olubdur. Şamiyandan böyük olub. 90 neçə yaş. Şamiyandan. Yəni İlham Əliyevin babasından. O deyib ki, bu şəriəti yaradan deyib ki, Sünnilərin və Şiyələrin qanı və namusu, arvadı qızı halalınızdır. Hətta bunu dindarların mübahisəsində də mən baxmışam. Kriti Vüsaldan o spor elədilər, nə elədilər orada dedilər ki, onlar özləri də rəhbər qalib idi, nə idi, çıxdı bu Vahabilərin rəhbəri çıxdı. Bəli, o dedi çoxdandan verilmiş fətvadır, onun indiki Vahabilərə aidiyyatı yoxdur. Və siz o fətva verən adamın yaratdığı təriqətin üzvləri deyilsinizmi? Ona görə Vahabilər niyə görə gizlənirlər? Niyə görə gizlin Vahabiliyə üzv olurlar? Gizlin. Niyə? Çünki bu təriqət son zamanlarda yaranıbdır. Bu təriqəti yaradan adam deyib, Şiyələrin və Sünnilərin namusu sizin halalınızdır. Üstəlik də Şiyələr hamısı gördü, Sünnilər, bütün dünya gördü ki, IŞİD hamısı Vahabilər idi. Bax, IŞİD hamısı Vahabilərdən ibarət idi. Gördünüzmü nə oldu? IŞİD söhbətindən sonra da ümumiyyətcə gizlətməyə çalışırlar, gizlənməyə çalışırlar. Niyə açıq üzü çıxmırsınız insanların içinə? Liderimizə qarşı çıxmarıq deyənlər, Bəşər Əsədi siz yıxmadınızmı? Bütün o ərəb ölkələrinin başında duran ərəb baharı siz yıxmadınızmı onları? İşinizə gələndə deyirsiniz ki, biz padişaha qarşı, rəhbərə qarşı çıxmarıq. Yerinizi bərkitmək üçün, müəyyən dəstək almaq üçün. Yeriniz də bərkidəndən sonra elə qəşəng çıxırsınız, elə məhv edirsiniz rəhbəri. Deməli, dəyərli vətənlərim, buna bax, arvadı da yanında olub, kişi. Buna bax, sus şirə bax. Allah. Əlini niyə belə tutub ki? Bu yəqin bu əlimlə bıçaqlamışam ona görə. Hər nəysə. Deməli, dəyərli vətənlərim, Heydər Əliyev özünü asarkən, baxın, Heydər Əliyev, İlham Əliyevin Heydər Əliyev özünü asarkən onun boğazında kəndir izi qalıbdır. İpin izi boğaz nahiyəsində olduğu üçün estetik əməliyyat riski var. Ona görə də Heydər Əliyev saqqal saxlayır. Onun boğazındakı iz bilinməsin deyə. Dəyərli vətənlərim. Yox, arvadını da gətirib. Arvadını da gətirib, amma arvada bax, arvada. Arvadını da mənə gətirib özündən Azərbaycana, neysə bıçaqlaşıbmışlar da, bıçaqlaşıbmışlar, arvada baxın görün nəyə oxşuyur. Deyirlər Qod Nisanovun qızıdır, amma bu Qusardan olan neydi o Mehribanın köməkçisi? Toşunda dədəsinə oxşuyur. Belə arvad olar, belə arvad olar. Bu nədir? Bu nədir? Bu nədir? Gedə, kuma gətir, ikinci dəfə arvad al, oy. Ay Heydər Əliyev, sən özümü evləndirəcəm. Sən özümü evləndirəcəm, balacayda. Bu nədir bu? Arvada oxşuyur. Nəyə oxşuyur bu? Sən özümü evləndirəcəm. Narahat olma. Dostlar, dəyərli vətənlərim, indi çox mövzulara toxunacağıq. Dostlar, deməli,